Səfərlər biri zehində, digəri isə gerçəkdə olmaqla iki paralel dünyada başlayır. Əvvəl niyyət kimi doğulur, sonra hərəkətə çevrilir. Amma heç də daxili dünya ilə xarici dünya həmişə eyni ritmlə irəliləmir. Bəzən zehində çatdığın nöqtəyə bədən yetişə bilmir. Son 4 gün ərzində cəsədlər aşkar edilib. Onlardan 12-si dünən gecə tapılıb. Və bəzi səfərlər nə sona çatır, nə də geriyə qayıdır. 2021-ci ildən bəri təxminən 500 miqrantın itkin düşdüyü bildirilir. Onlar sadəcə yolun yarısında qalır. Mütəhərriklik davam edir. Avropa İttifaqının daha bir böyük miqrasiya böhranını idarə etmək üçün kifayət qədər imkanları yoxdur. İnsanlar hələ də fərqli həyat ümidi ilə dənizləri, sərhədləri aşaraq yola çıxır. Zaman keçdikcə isə bu hərəkətlər başqaları tərəfindən idarə olunur. Bir vaxtlar sadəcə səfər niyyətli yol bütöv mexanizmə çevrilib. Sənədlərə bükülmüş qanunsuzluq. Pərdə arxasında fəaliyyət göstərən transmilli cinayət. Planlı şəkildə pozulan sərhədlər. Orta məktəbi 9-cu sinifdən bitirmişəm. Dənizlə məşğul olmuşam, balıqçılıqla məşğul olmuşam. Neftçilər rayonundanam. Uzun müddətdir dənizdə işləmişəm, balıqçılıqla məşğul olmuşam, gəmidə kapitan işləmişəm. ...2025-ci ildən etibarən ölkə hüdudlarından kənarda bir qrup Azərbaycan Respublikası vətəndaşlarının transmilli mütəşəkkil cinayətkar şəbəkənin təsiri altına düşərək Türkiyə-Yunanistan istiqamətində qanunsuz miqrasiya və insan qaçaqçılığı fəaliyyətinə cəlb olunmasına dair əməliyyat məlumatları daxil olmuşdur. Səfərlər adətən çox sadə fikirlə başlayır. Yeni iş, ümidli gələcək, çıxış yolu. Hər il milyonlarla insan yaşadıqlarını gerdə qoyur. Bir ümidin arxasıca yola düşür. Amma heç də hər səfər göründüyü kimi olmur. Bəzən yollar vəd etdiyi yerə aparmır. Fərqli həyat hekayələri ilə yola çıxanlar eyni qaranlıq yolla qarşılaşır. Qaçaqmalçılıq yolu ilə. Keçən il avqustun 9-cu günü Şəhliyar adlı şəxs sosial şəbəkədən tanış olduğum mən zəng vuraraq dəvət elədi. Dedi, Türkiyədə belə bir iş var, turist gəzdirməklə. Türkiyə adalarına, sən balıqçı olmuşsan, balıqçısan, yəni bilirsən belə bir şey. Dedim, bilirəm. Bir il bundan öncə sosial şəbəkə vasitəsilə Hüseyn adlı şəxslə tanış oldum. Türkiyə arasında Marmaris şəhərində mənə iş təklif elədi. Əlavə edirdilər ki, yəni balıqçılıq işi var. Mən də soruşdum ki, yəni məbləğ nədir? Dedi, 3000 dollar məbləğində sizə pul veriləcək. Mən də razılaşdım. Sosial media müasir dünyada əsas ünsiyyət vasitələrindən biridir. Bu səbəbdən miqrantların cəlb olunmasında geniş istifadə edilir. Bu fəaliyyətlə məşğul olan şəxslər bir çox ölkədə cinayət məsuliyyəti daşıyır. Onlar şifrələnmiş kanallar, o cümlədən Telegram və digər açıq mənbəli sosial media platformaları vasitəsilə əlaqə saxlayırlar. Bəzən isə TikTok kimi platformalarda sponsorlu reklamlar yerləşdirirlər. Bu reklamlarda paketlər təklif olunur. Quru yolu ilə keçid bir neçə 100 avroya, dəniz yolu ilə isə bir neçə min avroya başa gəlir.
Hər gün sosial şəbəkələrdə iş təklifləri ilə bağlı sponsorlu reklamlar görürük. Amma bu təkliflərin bəziləri qanunsuz miqrasiya şəbəkələrindən gəlir. İlk əlaqə çox vaxt məhz sosial şəbəkələr vasitəsilə qurulur. Cəlb edənlər uyğun bacarıqlara malik insanları seçir və onlara ilk baxışda tam qanuni görünən bir iş təklifi təqdim olunur. Həmin şəxslər sosial şəbəkələr üzərindən cinayətkar qruplaşmanın üzvləri ilə əlaqəyə girərək gəmi kapitanı yüksək əmək haqqı müqabilində iş ilə təmin olunmaq bəhanəsi ilə xarici ölkə ərazisinə çıxarılmışlar. Eşitdiyimiz hekayələrin çoxu demək olar ki, eyni ssenari ilə başlayır. İnsanlar yeni ölkəyə iş tapmaq ümidi ilə gəlirlər. İlk mərhələdə hər şey qanuni və nizamlı görünür. Onlara yaşayış yeri verilir. Əsas ehtiyacları qarşılanır. Bu isə etimadı artırır. Eyni zamanda asıllıq formalaşdırır. Şübhələr yaranmağa başlayanda isə yoldan ayrılmaq o qədər də asan olmur. Yoldaşım deyir ki, bəs Qəmbər Türkiyədədir. Dedim, o nətə gedib bəs Türkiyəyə, bəs mən nətə bilməmişim. Bəs nədir, nəyə gedib? Dedi ki, bəs biz gedirik gəmidə işləməyə. Mən gedəcəyik xaricə, Avropa ölkələrinin azarında belə qanun işləyəcəyik. Bu fəaliyyət adətən çox asan iş kimi təqdim olunur. Onlar bütün detalları izah edirlər. Bir nöqtədən digərinə avtomobil sürmək və bunun müqabilində ödəniş almaq. Maddi ehtiyac içində olan və həssas sosial vəziyyətdə yaşayan insanlar isə bu tələyə asanlıqla düşürlər. Bu mərhələdə heç nə qanunsuz görünmür. Təklif aydın şəkildə ifadə olunur. Səfər təşkil edilir, sənədlər hazırlanır. Bütün proses nizamlı və inandırıcı təsir bağışlayır. Lakin bu şəxslər bunun ciddi cinayət olduğunu dərk etdikdə artıq qanunu pozmuş olurlar. Bu isə 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası ilə nəticələnə bilər. 2 aydan sonra bu gəldi evə, dedi ana sizlə görüşün, bu gəmi ilə bizi xaricə göndərəcəklər, pul verəcəklər bizə. Nə deyib, bir həftəyə gedib gələcək də Allah qoysa. Samolyotun pulunu atdılar mənim uşağımın kartına. Danışanda dedim, ver mən danışım, oğlum bıraxmıram, qaytar onu dala. Bəzi dövlətlər sosial mediada miqrant qaçaqçılığı məqsədi ilə insanları cəlb edən reklamları qanunla qadağan edib. Bu təkliflər çox vaxt daha yaxşı həyat və ya iş imkanı kimi təqdim olunur. Hətta onların qanunsuz olduğu açıq şəkildə göstərilmədiyi hallarda belə. Beynəlxalq səviyyədə isə insanların sərhədlərdən qanunsuz keçirilməsini təşkil edən transmilli qrupların fəaliyyəti cinayət hesab olunur. Bu xidmətlər ödəniş müqabilində təqdim edilir və zahirən kommersiya fəaliyyəti kimi görünsə də, əslində qanunsuzdur. Valla kimi ilə gedib getməməyin də buradan ora gedənə qədər bilməmişəm. Orada bilmişəm ki, hara keçib, nə qayırıb, oradan mənə xəbər verir. Mən bilmirdim ki, Türkiyəyə işləməyə gedirəm. Mənə demədi ki, oradan harasa gedəcəm. Sistem məhdud məsuliyyət üzərində qurulub. Bu cür şəbəkələrdə insanlar nə qədər az məlumatlı olsa, əməliyyat bir o qədər rahat həyata keçirilir. Çünki bu fəaliyyət tək bir qrup tərəfindən idarə olunmur. Onu bir-birindən ayrı fəaliyyət göstərən şəxslər həyata keçirir və çox vaxt onlar bir-birinə heç tanımırlar. Bu şəbəkələr fəaliyyətlərini parçalanmış şəkildə qurur. Bəziləri işə cəlb etməklə məşğul olur, digərləri isə daşınmanı təşkil edir. Daşınma ölkə daxilində, şəhərlər arasında və ya dəniz yolu ilə həyata keçirilə bilər. İştirakçılar arasında birbaşa əlaqə demək olar ki, yoxdur. Sistem vahid mərkəzdən idarə edilmir. Əməliyyatın müxtəlif hissələri fərqli şəxslər tərəfindən icra olunur. Getdim Türkiyə Bodrum şəhərinə. 10 gün qaldım orada, oteldə. 10 gündən sonra dedi gedir işə gedən momentdə gördüm ki, mən allanmışam. Mən deyən iş deyil. Məni orada Arzu adlı şəxs, Zaman adlı şəxs qarşıladı. Mənə apardılar bir bot deyilən bizdə lötkə deyirlər. Onun yanına dedilər, bunlar turistdir, sən bunları adaya aparmasan. Amma mən gördüm ki, bunlar turist deyil. Dedi işin adı turist daşımaq olacaq. Amma sonradan baxdım ki, bu turist daşımaq
qanunsuz miqrant keçirtmək Yunanistan ərazisinə, Yunanistan torpaqlarına. Bu, vəd ilə reallığın toqquşduğu andır. Onların qarşılaşdığı reallıq vəd edilən iş ilə üstə düşmür və bunu anlayan zaman geri qayıtmaq artıq o qədər də asan olmur. Amma hüquqi baxımdan əsas məsələ qazancdır. Miqrantlar adətən cinayət məsuliyyəti daşımır. Lakin başqalarının qanunsuz keçirilməsinə yardım etdikləri halda məsuliyyətə cəlb oluna bilərlər. Miqrant qaçaqçıları bu fəaliyyətdən birbaşa qazanc əldə edir. İnsan alveri ilə məşğul olanlar isə uzun müddətli istismar üzərindən gəlir qazanır. Zərər çəkənlər yeni ölkəyə çatdıqdan sonra belə məcburi əmək və ya cinsi istismara məruz qala bilər. Davam edən müşahidələr nəticəsində ilk vaxtlarda cinayətkar dəstənin Türkiyə Respublikasının Marmaris, Quşadası və İzmir şəhərlərindən Yunanistanın Samos, Lesbos, Rados, Simi və Kos adalarına, Afrika və Asiya qitələrindən olan miqrantların qaçaq yolla daşınması prosesinə yüksək sürətli qayıq və hidrosiklər idarə etmək, təqib zamanı manevr edərək hadisə yerindən uzaqlaşmaq bacarığı olan gəncləri cəlb etsə də, daha sonra bu sahəyə aidiyyəti olmayan, həyatında ilk dəfə qayıq idarə edən insanlara qısa təlimlər keçərək cinayət törətməyə yönəltməsi qeydə alınmışdır. Arkada gördüyünüz məkan Yunanistanın Lesbos adasıdır. Bu ada Avropaya qeyri-qanuni miqrasiya üçün əsas giriş nöqtələrindən biri hesab olunur. Hər il minlərlə insan suları keçərək məhz bu kimi adalara çatmağa çalışır. Belə keçidlər qanunsuz miqrasiya şəbəkələri tərəfindən təşkil olunur və idarə edilir. Çox vaxt işləmək adı ilə gətirilmiş insanların özləri bir müddət sonra belə əməliyyatların əsas elementinə çevrilirlər. İndi isə yeni bir taktika əmələ gəlir. Artıq insanın peşəsi və bacarığı o qədər də önəmli deyil. Əsas olan əməliyyatın həyata keçirilməsidir. Axşamçağı məni skuterlə götürdülər, apardılar gəmiyə. Gördüm ki, orada yəni ki, Suriyalı, ərəb, qadınlı, kişili, uşaqlı, yəni Əfqanistanlı adamlar çoxdur. Dedim, bu nədir? Dedi ki, sən bu adamları Yunan adasına aparasan, sonra gələrsən. Türkiyəyə getmişdim. Bizə Əfqan vətəndaşı 1200 evro pul istədi bizdən. Siz Avropaya keçirsiniz, hər şey yaxşı olur. Suriyalı, Əfqan, Nigeriyalı, hər cürə millətdən insanlar yavaş-yavaş yığılmaya başladı orada. 2-3 dənə villanın hamısı doluydu. 2 gün qaldıqdan sonra, tam heyət olduqdan sonra hamımızı maşınlara doldurub bir nöqtə deyirlər. Nöqtə deyirlər ki, nöqtəyə aparıq sizi, orada gözləyəsiniz, gəlib gəmi sizi oradan götürəcəkdir. Yunanistan'da bizim aldadığımızı görmüşük. Aldadığımızı gördükdən sonra orada neçə günlərlə 2 ay yaxın orada qalmışıq. Ondan sonra səfirliyə müraciət edib Azərbaycana geri qayıtmaq üçün şəhadətnamə istəmişik. Qaçaqçıdırlar. Bunlar Türkiyədən Yunanistana qaçırlar. 17 nəfər adam idi. Mənə məcbur elədilər. Sənədlərim yadım onlarda olduğu üçün. Mənə məcbur elədilər. Mən bu işi gördüm. Mənə dedilər ki, ən azından skuterlə eləməlisən. Yoxsa sənin buradan çıxışın yoxdur. Həmin şəxslər əvvəl qarşılıqlı anlaşma, daha sonra isə şantaj və hədə-qorxu nəticəsində şəbəkə üzvlərinin tapşırıqlarını icra etmiş, lakin bir müddət sonra törətdikləri cinayət əməllərindən və cinayətkarlardan yaxa qurtararaq vətənə geri qayıtmağa müvəffəq olmuşlar. Etiraz edib dala qayıtmaq istəyəndə qabağım kəsdə pasportumu aldılar ki, gedəcəksən, tutulsan da məcbur o tərəfə gedəcəksən. Burada başqa qüvvələr də var. Mafiya kimi qruplaşmış bir qrupdur da bu belə. Qanunsuz miqrasiyadan danışarkən əsas diqqət sərhədləri keçən fərdlərə deyil, bu prosesi təşkil edən transmilli şəbəkələrə yönəldilməlidir. Miqrant qaçaqçılığı şəbəkələri ənənəvi cinayət təşkilatlarından fərqli fəaliyyət göstərir. Onlar çevik, mərkəzləşdirilməmiş struktura malikdir və texnoloji imkanlardan geniş istifadə edir.
xaricdə fəaliyyət göstərən şəbəkə liderləri, hətta onların cəza çəkmə müəssisələrində saxlanılan digər üzvləri WhatsApp tətbiqi üzərindən öz qurbanları ilə bilavasitə video konferanslar keçirərək zəruri təlimatlar verməsi öz əksini tapmışdır. Müasir qaçaqmalçılıq şəbəkələrində nəzarət üçün artıq fiziki iştirak tələb olunmur. Əlaqələndirmə istənilən məsafədən həyata keçirilə bilər. Beləliklə, məsafə həm də sistemin qorunmasının bir elementinə çevrilir. Miqrant qaçaqçılığı qlobal miqyasda mühüm problemdir. Bu, milyardlarla dollar dövriyyəsi olan transmilli cinayət fəaliyyətidir və təsirləri ayrı-ayrı dövlətlərin sərhədlərini aşır. Qanunsuz miqrasiya və insan qaçaqçılığı transmilli mütəşəkkil cinayətkar şəbəkələrin dayanıqlı maliyyə mənbələrindəndir. Müasir və inkişaf etmiş ölkələrin rastlaşdığı ən qlobal problemlərdən biridir. Milli və dövlət təhlükəsinə yönələn təhdiddir. Miqrant qaçaqçılığı qlobal biznesi çevrilib. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə cinayətkar şəbəkələr hər il milyardlarla dollar gəlir əldə edir. Bu əməliyyatlar itələr boyunca uzanır. Eyni sistemin bir hissəsinə çevrilir. Və bu fəaliyyət təkcə bir dövlətin nəzarətinə sığmadığı üçün miqrant qaçaqçılığı transmilli mütəşəkkil cinayət forması hesab olunur. Burada elə bir ki, küllü miqdarda pul var. Yəni hər bir adamın birinin 7000 evrodur ya 7500 evrodur. Bu pulunu alır bəri başdan. Pulunu alır, deyir ki, siz gedin. Qaydanda sizin pulunuzu verəcəm. Adamlar da özləri də mənə hücum çəkdilər. Dedilər, kapitan sən bura gəlmirsən, biz paramızı vermişik, Yunana gedirik. Biz getdik, onları boşaltdıq orada. Yunanistana yola salıb, pul deyib ki, sən get gəl, mən sənə yaxşı pul verəcəm. O yan bir eləyib, uşağımı yoldan çıxartıb yola salıb, orada uşağım tutulubdur. Bir-iki dəfə, iki nəfər yenə Yunanistan adasına adam apardım. Günün birində evdə mübahisə yarandı. Dedim ki, mən qətiyyətlə eləməyəcəm. Mən bunu gedib dövlətə şikayət edəcəm. Hansı dövlət qurumlarının birinə ki, siz məndən istismar edirsiniz. Mən bu işi eləmək istəmirəm. Elə spor momentində jandarması gəldi Türkiyənin, bizi tutdu. Apardılar, bir gün məni saxladılar. İkinci gündə göndərdilər gözləmə mərkəzinə. Çox vaxt hekayə eyni olur. Bu işdə iştirakdan imtina etmək istəyənlərə təzyiq və təhdidlər edilir. Çünki əməliyyat dayanmamalıdır. Bu şəbəkələr olduqca çevikdir. Zəncirin hər hansı hissəsində biri saxlanıldıqda təşkilatçılar tərəfindən onun yerinə qısa müddətdə başqası tapılır. Bu şəbəkənin təşkilatlanma baxımından güclü, imkanlarının geniş olması qənaətinə gəlmişdir. Cinayətkar şəbəkə öz qurbanlarını seçərkən onların əhəmiyyətli hissəsini fiziki cəhətdən sevik, riskə meyilli və hüquqi nəticələr barədə kifayət qədər məlumatlı olmayan, narkotik maddələrdən asılılığı olan gənclərdən ibarət olmasına üstünlük verməsi xüsusilə diqqətimizi cəlb etmişdir. Qanunla üzləşmək qaçılmaz olduqca bəziləri daha böyük risklərə əl atır. İnsanlar ora boşaldıqdan sonra istədim geri qayıdım. Yunanistan sahil güvənliyi mənə təzyiq göstərərək mən atladım Yunanistan adasına. Orada 27 gün yaşadım. Sonra mən oradan məcbur olub dənizin, sahilin sahibsiz bir qayıq taparaq o qayığı götürdüm, keçdim Türkiyənin tərəfinə. Qaydanda bir də baxdı ki, bizi vurdular. Belə vurdular, vuran kimi də qalxıb belə könlü. Deyir ki, tabii batırdıq deyir ki, nə qədər üzməyi, tabii gördüm ki, tabii mümkün deyil. O momentdə bizi tutdular. Bu uşaq gedəndən hardasa bir 10 gün, bir həftə çəkmədi. Mənə zəng gəldi telefona ki, uşaqları Yunanistanın sularında İtaliyaya keçəndə gəmi dayanıb, uşaq sivyaz verib qırağa. Yunanistan patrolları gəlib bunları tutublar, gəmi qarşıya aparıblar. Dedi ki, mama tutulmuşam. Dedim, harda? Dedi, Yunanistanda. Dedim, niyə orada tutulmuşsan? Dedi, gəmi ilə keçdi, miqrant kimi, mənə də tutdular, kapitan kimi. Oğluma 22 il iş göstəriblər.
Və cinayəti törədən şəxsin yerli və ya xarici vətəndaş olması əhəmiyyət daşımır. Əsas nəticə odur ki, həm miqrantlar, həm də beynəlxalq ictimaiyyət bu prosesdən zərər görür. Ölkə hüdudlarından kənarda mütəşəkkil dəstə halında miqrant qaçaqçılığında iştirak edən Azərbaycan Respublikası vətəndaşları digər ölkə vətəndaşlarını həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyduqları üçün cinayət məsuliyyəti daşıyırlar. Təşəkkil dəstə tərəfindən Türkiyə Respublikasından Yunanistan adalarına qanunsuz miqrasiyanı təşkil edən Azərbaycan Respublikası vətəndaşlarının nisbətən daha ağır cəza ilə üz-üzə qalmaları labüddür. Dənizdə qayıqlar saxlanıldıqda onları idarə edən şəxslər çox vaxt qaçaqçılıq əməliyyatının bir hissəsi kimi qiymətləndirilir. Lakin təşkilatçılar demək olar ki, heç vaxt sularda görünmürlər. Bir çox keçidlər kamikadze biznesi kimi təşkil olunur. Qayıq alınır, miqrantlar yüklənir və onu idarə etmək üçün bir vasitəçi göndərilir. Pul toplandıqdan sonra isə təşkilatçılar geri çəkilirlər. Qayıq sahilə çatır, saxlanılır və dənizdə batır. Onlar üçün fərq etmir. Biznes artıq öz qazancını gətirib. Zənglədi ki, uşağımın məhkəməmi var ayın 10-u. Məhkəmə olacaq. Bir də xəbər gəldi ki, məhkəmədə 6 il iş kəsiblər babama. Orada lap pis oldum. Kəsibçılıqla o uşaq məni çox idarə edirdi. Evi, ailəmizi idarə edirdi, gedirdi, fəhləlıq edirdi, daş daşıyırdı, qum daşıyırdı. Nə bilim, ev tikirdi. Neyse bu kiminsə qurban oldu, getdi babam. Təzə-təzə tutulanda Afina şəhərində türmədə idi. Sonradan yerini 3-4 dəfə dəyişiblər onu. Bir ara dedilər ömürlük verilib, sonra dedi şikayət eləmişəm, işimi 25 il veriblər, sonra dedilər 20 il veriblər. Yəni qarışıqdır, yəni belə dəqiq bilmirəm. Bunlar qayıdıb gəlir ki, nəsə indi bunlara indi nəsə pul verəcəklər də. Orada da gedib gələnlər hamısı bax belə. Bir çox ölkədə qəsdən görməzdən gəlmə prinsipi tətbiq olunur. Bu prinsipə görə şəxs bütün detalları bilməsə belə baş verənlərin mahiyyətindən xəbərdar olmalı idi. Qanunsuz miqrasiya barədə məlumatlar geniş yayılıb və mütəmadi olaraq işıqlandırılır. Buna görə də bu fəaliyyətin qanunsuz olduğunu bilməmək iddiası hüquqi əsas sayılmır. Mən orada olan müddətdə mənim müəllim oldu ki, mənim kimi neçə-neçə adamı yüksək məvacib və adı ilə aldadırlar, gətirdirirlər ki, sonra onlar da mənim taleyimi yaşayırlar eyni. Türkiyənin miqrasiya qurumlarının məlumatına görə 2016-cı ildə təxminən 450 min nəfər dəniz və quru sərhədlərini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb. 2026-cı ilin yalnız ilk 2 ayında isə artıq 17 minə yaxın insan saxlanılıb. Bu rəqəmlər göstərir ki, sərhədləri qanunsuz keçməyə tələbat hələ də yüksəkdir. Ümumilikdə 75 nəfər Azərbaycan Respublikası vətəndaşı qanunsuz miqrasiyanın həyata keçirilməsində iştirak etdiklərinə görə Türkiyə və Yunanistan hüquq mühafizə orqanları tərəfindən həbs edilmişlər. Avropolun 2024-cü ildə miqrant qaçaqçılığı ilə mübarizə hesabatı bu əməllərə qarşı aparılan geniş əməliyyatları təsvir edir. Hesabata görə 266 sərhədlər arası əməliyyata dəstək verilib. 48 koordinasiya olunmuş əməliyyat keçirilib. Qaçaqmalçılıq şəbəkələrini izləmək üçün 14 mindən çox kəşfiyyat məlumatı emal edilib. Avropolun məlumatları həm də qaçaqmalçılıq marşrutlarının bazar prinsipi ilə işlədiyini nümayiş etdirir. Əlavə xidmətlər qiyməti daha da artırır. Saxta sənədlər, təhlükəsiz gizlənmə yerləri və ya sərhədlərdən keçid üçün əvvəlcədən təşkil edilmiş səfərlər çox vaxt bu paketə daxil edilir. Bəzi hallarda tək bir səfərin qiyməti bir neçə min avroya çatır. Interpol və Evropol kimi beynəlxalq qurumlar miqrant qaçaqçılığı ilə mübarizədə mühüm rol oynayır və çox vaxt effektiv fəaliyyət göstərirlər. Bu tip şəbəkələrin uzun müddət fəaliyyət göstərməsi çətin olur. Nəticədə onların üzvləri müəyyən edilərək saxlanılır. Şəbəkələr dağıdılsa da yeniləri yarana bilər. Lakin bu fəaliyyətin uzun müddətli və uğurlu davam etməsi nadir hallarda mümkün olur.
Beynəlxalq səviyyədə transmilli mütəşəkkil cinayətkarlığa qarşı BMT konvensiyasını qəbul edən ölkələr kimi Türkiyə də bu öhdəliklərə uyğun olaraq cinayət məcəlləsinə dəyişikliklər edib. Məcəllənin 79-cu maddəsinə əsasən miqrant qaçaqçılığını təşkil edən və insanların həssas vəziyyətindən faydalanan şəxslər cinayət məsuliyyəti daşıyır və azadlıqdan məhrum edilə bilər. Türkiyə Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi miqrant qaçaqçılığı üzrə cinayət məsuliyyətini nəzərdə tutur. Həmin maddənin birinci hissəsində qeyd edilmişdir ki, birbaşa və ya dolayı yolla maddi mənfəət əldə etmək məqsədi ilə qeyri-qanuni yollarla bir əcnəbini ölkəyə daxil etmək və ya ölkədə qalmasını təmin etmək, Türkiyə vətəndaşı və ya əcnəbinin ölkə xaricinə çıxmasını təmin etmək, 3 ildən 8 ilədək müddətdə azadlıqdan məhrum etmə və 10.000 günə qədər cərimə cəzası ilə cəzalandırılır. Daşınma zamanı miqrantın həyatı təhlükəyə məruz qalarsa və ya ona qarşı alçaldıcı rəftar edilərsə, tətbiq olunan cəza daha da ağırlaşdırıla və 3/2 hissəyədək artırıla bilər. Cərəyan edən tendensiya ciddi sosial risklər yaratmaqla beynəlxalq media resurslarında və rəsmi hesabatlarda həmvətənlərimizin miqrant qaçaqçılığı ilə əlaqəli şəkildə adlarının təkrarlanması arzu olunmazdır. Dövlət Təhlükəsizlik Xidməti sözü gedən qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması istiqamətində beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq, Azərbaycan daxilində zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və hüquqi müstəvidə addımların atılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir. Vətəndaşlarımıza bu və bu kimi cinayətkar fəaliyyətlərə maddi, eləcə də digər maraqlar müqabilində qoşulmamaları, əks halda cinayət məsuliyyətinə cəlb edilmə və azadlıqdan məhrum etmə cəzası ilə üz-üzə qalacaqları barədə xəbərdarlıq edilir. Qanunla cinayət cəza müddətləri ilə ölçülür. Həyatın ölçüsü isə tam başqadır. Gözləməklə, yoxluqla, arxada qalan ailələrin səssizliyi ilə. Hər kəsin ailəsinə bir də o deyərdim ki, uşağı buraxmaq olmaz. Mən birinci dəfədə uşağı buraxdım. Bu peşmançılığa gəldim. Uşaqlarımın hamısını o saxlamışdı. O ataları olmuşdu, hamısını o yer veriləmişdi, hamısını. Amma özünə heç nə eləyə bilmədi. Balalar da qaldı yetim. Ona görə heç bir anaya arzulamıram, ataya arzulamıram bu yaşayışı, bu həyatı heç kəsə. Arzum budur ki, heç kəsin balası elə yerlərə düşməsin, heç kəsin qurbanı olmasın. Az tapıram, az çox tapıram, çox yanımda olsun. Mən çəkənləri heç bir valideynə, heç bir kəsə arzu etmirəm. Belə marşrutlar üzərindən keçidlər davam edir. Qayıqlar sahildən ayrılır, bəziləri əks tərəfə çata bilir. Amma sistemin içindəki bir çox insan üçün səfər məntiqi sonluğuna çatmır. Çünki vədlə reallıq arasında, yəni yolun yarısında onların səfəri dayanır.